Dünən öldürülən Asif Nəsirli Azərbaycanın yeganə uşaq radioloqudur. Bu nə deməkdir? Onu öldürən qatil bir tək həkim yox. Eyni zamanda onunla bərabər neçə ailələrin uşaqlarını, neçə xəstəni də ölümlə üz-üzə qoydu. Bu günlərim o hadisəni törədən şəxsə müxtəlif bəhanələrlə haqq qazandırmağa çalışırıq. Amma əsas nəticədə isə bir Azərbaycanlını, bir Azərbaycan həkimini, bir Azərbaycan mütəxəssisini itirməyimiz oldu. Və həkimlərə duyduğumuz bu aqressiya çox təəssüf ki, bir neçə il sonra artıq cəmiyyətimizdə sağalmaz yaranın xəstəliyin olduğunun göstəricisi olacaq. Bugün cəmiyyətin əsas ayaqda durma səbəbi onun tibbi və təhsili. Çox təəssüf ki, müəllimə güllə atan, həkimə qumbara atan bir cəmiyyətdə yaşayırıq. Bir yanlış etmiş insanın fikirləri ilə hər kəsə eyni donu biçirik. Amma nəticədə itirdiyimiz bu cəmiyyətin dəyərli mütəxəssisləri olur. Hadisəni törədən şəxsin nə qədər haqq qazandırılacaq vəziyyətdə təqdim edilsə belə, mən orada olan rəfiqələrimdən bilirəm ki, orada işləyən həkimlərin nə qədər xəstələr üzərində əziyyəti var. Əlbəttə ki, hər bir sahədə müəyyən bir boşluq ola bilər. Amma o boşluğun səbəbkarı işin icraçıları deyil. İşin daha vacib və lazımlı yerində edilməli qanuni tərəfləridir. Amma bu günlərin həkimə qarşı duyulmuş bu aqressiya bizi cəmiyyət olaraq, bizi insanlıq olaraq irəliyə yox, çox təəssüf ki, geriyə atır. Ona görə də həkimlərimizin qədrini bilərək, öz sağlamlığımızı onlara güvənərək verməyimiz lazımdır. Nəinki tək güvən yerimiz həkimlər olduğu halda onları tək ittiham yerimizlə etməməliyik.